25 noyabr 2025-ci il Göygöl Milli Parkı. Müşahidə etdiyimiz ərazi Göygölün mənsəb hissəsidir. Hazırda Göygölün su səviyyəsinin 3 metrədək düşdüyü müşahidə olunur. Görünür ki, quraqlıq bu ərazilərdən də yan keçmir və iqlim dəyişmələrinin, istiləşmənin Göygöl Milli Parkına da beləcə müəyyən qədər olsa da təsirləri var. Düzdür, yaz yağmurlarından sonra su əvvəlki vəziyyətinə qayıdacaq, ancaq hazırki vəziyyətdə suyun enmə səviyyəsi belədir. Daşların üzərində suyun xətləri açıq-aydın görünür. Tam dəqiqliyi ilə 3 metr məsafədə enmə müşahidə olunur. Qeyd etdiyim görüntüləri 25 noyabrda bax bu daşın üzərindən durub çəkmişdim. İndi sol hissəyə baxanda suyun həmin hissələrdən tamamilə yüksəldiyi görünür. Demək olar ki, həmin 3 metr tamamilə qayıdıb öz yerini alıb və deyərdim ki, artıqdır. Bu çox sevindirici bir hal oldu. Çünki son illər Göygölün suyunda enmələr müşahidə olunurdu və beləliklə bu illəri 2026-cı ilin yaz-yay aylarında başlayan aramsız yağışlar payız 3 metrədək suyun enməsini yenidən qarşısını aldı. Bu arada balıqların da burada üzüb gəzdiyini müşahidə edirik. Görürsünüz necə gözəldirlər. Bəli dostlar, bu bizim Göygölümüzdür. Bu gözəl məkanı qorumaq lazımdır və gələcək nəsillərimizə bu su ehtiyatı həm lazım olacaq, həm də strateji əhəmiyyətli olacaq.